mən bir eksperiment göstərmişdim digər bir avtomobillə. Yaxınlaşmışdım bagaj hissəsinə 2 qarpızla və bagaj özü açılmışdı. Yeri gəlmişkən TikTokda 1 milyon baxıcısı var idi. Həmən maşında ayaqla işarə vermək lazımdır ki, açılsın. Burada isə buna ehtiyac olmamalıdır. Gəlin yoxlayaq. Avtomatik bagajın açılmasından başqa avtomobil ağıllı açar sistemi ilə də təchiz olunub. Yeri gəlmişkən mobil telefondan da onun həm qapılarını açmaq olar, hətta məsafədən mühərriki də işə salmaq olar. Salonun rahatlığına fikir verək dərhal. Materiallara baxıram. Yumşaqdır. Yumşaqdır, özünüz görə bilərsiniz. Amma aşağı tərəfdə əlbəttə ki, tak-tak olmalıdır. Bunsuz olmaz. Əlbəttə ki, 2 telefon üçün burada naqilsiz şarj yeri. Cana baxıram, altdan kəsik, idman sayağı və cəmi burada multi funksiyalar üçün dircəklər var belə. Yeri gəlmişkən burada da var ondan. Bir qədər məzəli gəlir bunlar.